Deməli, ona görə 21-də cavabı seçdik. A variantı. 22-ci testə baxıram. He needs to buy a new pair of for gym class. Aha. Deməli, onun ehtiyacı var alsın. Pair sözü cütdür. Yeni bir cüt nəsə idman dərsi üçün. Deməli, bir cüt sözü o deməkdir ki, yəni məsələn, bir cüt corab, bir cüt ayaqqabı, bir cüt sapaşqı. Yəni hansı əşya bir cüt deyə bilirik? Yəni ki, ikili olan şeylərə. A variantında skirt, yubqalar, bir cüt yubqalar deyə bilmərik. B variantı trainer sözü həm məşqçi deməkdir, həm də idman ayaqqabısı. Bir cüt idman ayaqqabısı, bəli, B variantı düzgün cavabdır. C variantını burada səhv işarələnib. C variantı scarf, şarf deməkdir. Bir cüt şarf deyə bilmirik. İdman dərsi üçün ümumiyyətlə şarfa da ehtiyacımız yoxdur. Heç bir cüt sözünü yazmasa da məntiqdən düzgün cavab ola bilməzdi C variantı. D-yə baxıram. Bir cüt kofta. Bir cüt kofta deyə bilmirik. Çünki koftaya deyirik bir kofta, iki kofta, üç kofta və koftalar. Y variantı isə donlar yazıb. Yəni bir cüt nə ola bilər? Corab, ayaqqabı, sapaşqı və s. Yəni ikili şeylər ola bilər bir cütdən. Ona görə 22-də düzgün cavab olacaq B variantı. Yəni burada C variantı işarələnib, amma C düzgün cavab ola bilməz, mümkün deyil. 22-də cavab B variantıdır. 23-cə baxıram, sözlərin mənalarına uyğunlaşdırırıq. Love sözü sevmək deməkdir. Deməli, hate sözü nifrət etməkdir. Friend sözü dostdur. Deməli, A variantına baxıram. Strong feeling of enjoyment or pleasure. Güclü bir his, hansı ki əyləncəni və məmnuniyyəti yəni təmsil edir. Bir olacaq A, yəni sevgi. 2-yə baxıram. Strong feeling of dislike. Like xoşlamaq, dislike xoşlamamaq. Yəni xoşlamamaq, güclü bir xoşlamamaq hissi. Yəni nifrət etmək. 2B. 3-ə baxıram. A person you enjoy spending time with. Bir şəxs kim ki, sən onunla yəni birlikdə vaxt keçirməkdən ləzzət alırsan, xoşlayırsan. 3-də də cavab olacaq C. Baxaq 1A, 2B, 3C, elə A variantı. 23-də cavab oldu A variantı. 24-cü testdən davam edirəm. Cümlə qurmalıyıq. Baxaq. Mən həmişə bu cür tövsiyə edirəm uşaqlar.